Salam əziz dostlar, mən Adam Hüseyn. 2026-cı ilin ilk videosunu sizlərlə paylaşıram və burada verəcəyim məlumatlar çox vacib məlumatlardır və kimsə sizi qorxudursa ki, 2026 imtahan çətin olacaq, bu boş bir cəfəngiyatdır və burada ən əsas məsələ müəyyən dəyişikliklər var ki, onları bilməlisiniz. Reading ilə bağlı pozitiv xəbərlərim var. Birinci pozitiv xəbərim nədir? Reading suallarında əslində belə bir şey var. Bütün suallar əslində akademik formatda düşəcək bu heç. Məsələn, deyək ki, siz true false motivini işləyirsiniz, boşluq doldurma işləyirsiniz. Bunların hamısı bir paragrafın içərisində olacaq. Məsələn, 5 dənə true false motivin isə bu 1-2 paragrafın, 3 paragrafın içərisində olacaq. Amma əvvəllər demək olar bütün paragrafları əhatə edə bilərdi. Həmçinin də bu digər sual tiplərinə də aiddir. Demək olar ki, yəni sırf məsələn boşluq doldurma, true false-lar, yes no-lar və digər tiplər. Bu reading ilə bağlı birinci ən pozitiv bir xəbərdir. Reading ilə bağlı növbəti hissə odur ki, wow, çətin bir readinglər sizləri gözləmir. Əslində akademik readinglər o demək deyil ki, çətin olacaq. Akademik readinglərdə siz strategiyalar etməlisiniz. Yəni bu deməkdir ki, get tərcümə ilə işlə, cavabları tap deyə bir dövr yoxdur. Yəni bunu əvvəldən deyirəm. Gəldik writing bölməsinə, dinləmə və digərlərində deyəcəm. Writing bölməsində suallar əslində sırf opinion estetiklər üzərində olacaq. Razı, narazı, hər iki fikir ver və s. və direct suallar üzərinə. Yəni daha çox buna fokuslanacaqlar. Və maplər, yəni line qraflar, part 1 estetiklərində, qrafiklərində daha doğrusu olacaq. Amma ikili qrafiklərə daha çox yer verəcəklər, bunu nəzərdə saxlayın. Gəldik əsas məsələ speaking bölməsinə. Speaking bölməsində isə mən bunları çox qısa danışıram. Onsuz da imtahan dövründə siz onu görəcəksiniz. Speaking bölməsində yenə də ilin yanvar, aprel və sentyabr aylarında dəyişimlər olacaq. Amma əlbəttə ki, bu suallar çox qəribə deyil. Amma bir dənə məsələ var ki, examinerlər hər il bu ildə oldu. Özlərinə əlavə suallar verdilər spontan. Natural suallar, bu normalda baş verəcək. Bu qaçılmaz bir şərtdir. Amma ki, yenə də sizlər müəyyən proqramlardan IELTS Pro, IELTS Assistant kimi, nə bilim, Makkar kimi PDF materiallardan istifadə edərək hazırlaşa bilərsiniz. Gəldik dinləmə məsələsinə. Dinləmə məsələsində həm pis, həm yaxşı bir xəbərim var. Multiple choice questionlarla bağlı səhvləri olan tələbələrə xoş bir xəbərim var. Artıq çətin düşməyəcək. Bu real bir cavabdır ki, yəni wow nisbətdə çətin düşməyəcək. Bunu internetdə yayılan məlumatlar da var, baxa bilərsiniz. Məsələn, multiple choice suallarını əvvəlki kimi uzun deyil, müəyyən bir qısaltma eləyəcəklər. Amma bəd xəbər odur ki, aksentlər çox fərqli olacaq və aksentlər gələcək. Burada yəni sizin qalır ki, yəni təkcə Amerikan, təkcə Britan aksenti deyil. Şotlandiya, nə bilim, Avstriya kimi aksentləri əlavə eləyəcəklər. İrlandiya, nə bilim, və s. və daxil. Bu mütləqdir. Və ən əsas məsələ, maplərlə bağlı bəzi testlərdə sən buradasan, sən oradasan kimi fikirləri vermədiyi halda bu dəfə verəcəklər. Amma mapləri də kimsə yaxşıdırsa, bu onlar üçün bir bəd xəbərdir ki, maplər əvvəlki kimi çox düşməyəcək. Bunlar ümumi dəyişikliklərdir. Ümid edirəm ki, bunlara ümumi hazırlaşacaqsınız və hər şey çox yaxşı olacaq. Buna əmin ola bilərsiniz.